Siz burada ilk öncə ondan başlamaq lazımdır ki, Avropa ölkələri ilə belə bir potensial müharibə imkanı varmı? Mən düşünürəm ki, belə bir müharibə imkanı yoxdur. Bu sadəcə olaraq ilk əvvəl Britaniya və Avropa İttifaqının sırf deyək ki, burada Rusiyaya qarşı mübarizə arsenalını genişləndirmək, böyütmək üçün istifadə edildiyi bir, belə deyəsinə, bir propaganda məhsulu idi. Bəs Rusiya Avropaya hücum eləyəcək, Almaniyaya, Fransaya hücum eləyə bilər. Ona görə də əlavə ölkələr NATO-ya daxil olsun, İsveç və Finlandiya, onlar da özlərini qorusunlar, onlara qarşı müharibə ola bilər və yaxud da ki, Ukrayna məsələsində biz Ukrayna dəstək verməliyik. Ancaq mən açığı Rusiyanın hədəfində hansı Avropa ölkəsinə hücum etmək olduğunu düşünmürəm. Çünki Rusiyanın birincisi belə bir gücü yoxdur indiki məqamda. Yəni o bütün resurslarını Ukrayna cəmləyib. Əgər Rusiyanın elə bir gücü varsa, bu Britaniyalı bir siyasətçi demişdir. Müharibənin başlanğıcında əgər biz Donetsk tərəfindən, Ukraynanın şərqindən bir ilbizi qoysaydıq, artıq müharibənin bu indiki dövründə həmin ilbiz çoxdan gedib Rumıniya sərhədini keçmişdi və qərbə keçmişdi. Və Rusiya yəni ilbizdən belə daha yavaş hərəkət edir bu müharibədə. Hətta elə keçilir bir sıra şəhərlər bəlli olur, bəziləri daha sonra geri ələ keçirilir və ya Zelenski gedib indi Kupianskda şəkil çəkdirib paylaşmışdı. Bütün bunları göstərir ki, Rusiyanın elə bir resursu varsa, bunu elə Ukraynada sərf eləsin, Ukraynada daha çox irəliləsin və s. Rusiyanın belə bir resursu yoxdur. İkinci tərəfdən Rusiyanın iki məqamda hansı Avropa ölkəsində müharibə elan edilsə, bu həm NATO-nun, həm Avropanın daha sərt şəkildə Rusiyaya qarşı birləşməsinə səbəb olar və ABŞ-da məcbur olar, istəməsə belə bu məqamda Rusiyaya qarşı daha sərt mövqe tutsun. Düşünürəm, burada əsl məqam ondan ibarətdir ki... ABŞ heç də elə görünmür, amma Turab bəy. Sanki üzdə ya da elə görünür ki, o Rusiyanın siyasətini dəstəkləyir və yaxud da Rusiyanın maraqlarına xidmət edir indiki məqamda. Üzünü Avropadan çevirib. Niyə satıb yaxşı onun Avropalı liderləri? Biz burada əsl məsələ odur ki, ABŞ-a nə lazımdır və yaxud Avropaya nə lazımdır? Açığı mən bu Ukrayna xalqının öz azadlığı uğrunda, deyək ki, apardığı müharibəni, qəhrəmancasına döyüşlər və s. Əlbəttə ki, bunlar dəstəklənməlidir və Ukrayna ərazi bütövlüyü dəstəklənməlidir. Amma burada fərqli məqam var ki, Avropa liderləri niyə Avropada müharibə istəyirlər? Çox qəribədir ki, bunları qorxudan əsl məsələ Rusiyanın Avropa hücumudursa, Rusiyanın elə bir potensialı varsa ki, o hücum edib Avropa işğal edə bilər və ya necəsə Avropa ərazilərinə daxil ola bilər, onda niyə Trumpın sülh yaratma missiyasına dəstək vermirlər? Və yaxud elə həmin deyək ki, Avropa ölkələrinin və Britaniya mətbuatı açıq şəkildə hər gün bildirir ki, Trump əslində lazımsız şəkildə Ukraynaya təzyiq eləyir. Rusiyanın əslində o gücü yoxdur. Rusiya hərbi yolla məsələ həll edə bilməz və biz indiki halda Ukraynaya dəstək verməliyik, Ukraynaya sıxışdırmamalıyıq. Əgər Rusiyanın o gücü yoxdursa, onda istənilən halda demək ki, Avropanı işğal edə bilməyəcək. Burada ABŞ-ın mövqeyi niyə fərqlidir? Bu sadəcə ABŞ daxili siyasətinə yaranan, deyək ki, bir ikitərəlikdir. Biden administrasiyası, demokratların daxil olduğu xətt, Obama-Biden xətti, bunlar düşünürdülər ki, biz əsas təhlükələrdən, kimlərdir bunlar? Rusiyadır, Çindir, daha sonra İran və s. daha kiçik ölkələr gəlir. Bunlardan öncəsi xilas olmalıyıq. Və Biden administrasiyası, Obama xətti düşünürdü ki, biz öncə Rusiyanı sıradan çıxarmalıyıq, Rusiyanı o qədər zəiflətməliyik ki, Rusiya hansı potensial növbəti münaqişədə bizə mane olmasın və mümkünsə Putin rejimini devirməliyik və bundan sonra biz dünyada Qərbin qoyduğu yeni dünya nizamını tətbiq edə bilərik. Trump isə düşünür ki, burada əsas hədəf Çin olmalıdır. Çünki xüsusilə Avropanın çökməsindən sonra, çünki Avropa iqtisadi olaraq hazırda çox pis şəkildə ən pis dövrünü yaşayır və siyasi olaraq da bir dağınıq dövründədir. Belə bir məqamda və Rusiyada kifayət qədər zəifliyir və burada əsas hədəfi Çinə yönəlmək lazımdır. Çünki Trump Rusiyadan burada bir təhlükə görmür, Trump administrasiyası. Onlar daha çox düşünürlər ki, onlar üçün daha çox problemli olan məqam məhz Çindir. Buna görə də Rusiyanı mümkündürsə öz tərəflərini çəkmək lazımdır. Çünki Rusiyanı daha çox sıxmaq onu daha çox Çinin qucağına itələyir. Çin o resurslarına istifadə edir. Faktiki olaraq bütün resurslar yarı qiymətini alır. Rusiya bazarı Çinin tamamilə nəzarətini keçirir. Amma mümkündür ki, bu bazar qərb özü ələ keçirsin. Necə ki, Avropada enerji bazarını Rusiyanın əlindən aldı. ABŞ elə Rusiyada da bəzi məhsullar üzrə bu bazarı Çinin əlindən ala bilər. Həmin resursları özü Rusiya ilə birlikdə sahiblənə bilər. Əslində biz Trumpın sülh təklifinə baxsaq, görək ki, orada açıq şəkildə məhz Rusiya ilə gələcəkdə həm Arktikanın, həm Rusiya arasında birgə işlənməsi planı var. Yəni, burada məsələ təkcə Ukrayna məsələsinin baxış deyil, burada bir maliyyə savaşı da var. Birincisi, Rusiyanın 5 milyard dolara yaxın dondurulmuş aktivləri var. Bəli. Və burada Qərb xüsusilə Fransa düşünür ki, indiki onun düşdüyü çətin iqtisadi vəziyyətdən xilas olmaq üçün Rusiyanın bu aktivləri hansısa şəkildə mənimsəməlidir. Rusiya da buna kəskin etiraz edir və deyir, qırmızı xəttimizdir. Turab bəy, təəssüflər olsun ki, zamanımız azdır. Qısa bir cavab da xahiş eləyəcəm. Sizdən bilirsiniz, hazırda Berlində görüşlər keçirilir və fikir verdinizsə bu görüşdən
görüşdən də hələ ki heç bir açıqlama yoxdur. Bir fotoşəkil var, onu da təqdim eləyək. Zelenskinin görüşüdür. Səhv etmirəmsə, Jared Kushner'la görüşünün fotosunu əks etdirir. Həmin kadrlarda təqdim eləyək və elə ondan danışaq ki, bu görüş də Moskvadakı görüş kimi gizli saxlanılmağa çalışılır. Niyə? Nə danışılır ki, bağlı qapılar arxasındakı o ictimaiyyətə təqdim olunacağı təqdirdə həmin rəsmlər ehtiyat eləyirlər ki, çox böyük rezonans doğura bilər. Nələr danışılır orada? Bilirsiniz, hər bir görüşdə adətən nə qədər az faktor varsa və nə qədər iştirakçı varsa, o görüşün alınma ehtimalı, nəticəyə hasil olma ehtimalı daha çoxdur. Ancaq biz görürük ki, Ukrayna məsələsinin indiyə qədər alınmama səbəbi onun həddən artıq geniş çevrədə müzakirə olması. Məsələn, daha əvvəllər Rusiya ilə bir ümumi razılığa gəlmişdilər, Ukrayna bir razılığa gəlməyə çalışırlar. Bunu necəsə Zelenskiyə qəbul etdirməyə çalışırlar. Amma biz nə gördük? Bunu alınmaq bəli. Çünki digər tərəfdən, məsələn, Avropa İttifaqı ölkələri Zelenskiyə dəstək verirlər və ABŞ-da özlərinə daha yaxın olan qüvvələri lobbiçilik eləyirlər. Britaniya bu sülh prosesinin əleyhinə çıxış eləyir və davam etdirilməsini gərəkdiyini düşünür. ABŞ-ın özündə içərisində bəzi qüvvələri var və sonunda fərqli qüvvələr və onların həm də Zelenski təsir imkanları var. Bu şərtlərin qəbul edilməməsinə yol açır və nəticədə hər dəfə əslində bu şərtlər dəyişir. Biz əslində bir sülh proqramından danışırıq, bu proqram artıq 10 dəfə dəyişir və hər dəfə Ukrayna Rusiyanın qəbul etməyəcək şərtləri qoyur, yenidən Rusiya... Və bunu hər üç tərəfdə bilir. Daha doğrusu hər dörd tərəf bilir. ABŞ, Avropa, Rusiya, Ukrayna. Bunu dördü də bilir. Bəlkə sadəcə elə məqsəd bu zamanı uzatmaqdır. Yekun nəticəyə gəlmək deyil. Düşünürəm ki, burada sülh istəyən yeganə şəxs Donald Trumpdır. O həm bu sülhü öz imici üçün istəyir, həm çalışır ki, bununla bəlkə Nobel mükafatı aldı və həm də onun dediyim kimi Çinə qarşı daha çox fokuslanmaq imkanlarını artıracaq. Amma digər qüvvələr əlbəttə istəmir. Mən hətta deyə bilərdim ki, Rusiyanın özü belə bəlkə də çalışır ki, hansı şəkildə danışıqlar uzansın, bəlkə Ukraynada daha geniş ərazi ələ keçirə bilər. Putinin bu istəkləri görünür. Digər tərəfdən Avropa İttifaqı və Britaniya açıq şəkildə buna qarşıdır. Zelenski kabinetdə bunu istəmir. Buna görə də Trump ənənəvi iki tərəfli təzyiq metodunu işə salır. Bir tərəfdən Rusiyaya qarşı sanksiyalar güclənir. Lukoyla, Rosneftə qarşı, kölgə tankerlərinə qarşı Rusiyanın kölgə donanmasına qarşı. Digər tərəfdən isə Zelenskinin yaxın ətrafından korrupsiya qalınqaları üzrə çıxır. Qərargah rəisinin, ortağının, deyək ki, ən son prezident administrasiya rəhbərini istefaya göndərdilər. Daha bir deputat bununla bağlı həbs olundu və buradan iki tərəfli təzyiqlə Zelenskinin özünə doğru bu çəmbəri daraldıra çalışır. Ancaq burada siz dediyiniz kimi, yəni bu neçə dəfə bu dövr edəcəksə bu sənədlər və daha çox qüvvələr daxil olacaqsa, aydın məsələ ki, Trumpın tək başına bu sülhü əldə etmək imkanları o qədər də məhdudlaşacaq.